Heç düşünmüsünüz, insanlar tamamilə yox olarsa yer necə dəyişəcək? Bu sual qədim dövrlərdən bəri alimləri, fəlsəfi düşüncə sahiblərini, hətta bəzi siyasətçiləri maraqlandırır. İndi isə insanın yer üzündəki inkişaf proseslərinə təsiri maksimum həddə çatdıqda bu nəzəri sualın cavabı praktik və real əhəmiyyət kəsb etməyə başlayır. Xüsusilə aktual olur. Bu cavab yalnızca nəzəri təcrübə olaraq çox şey düşünməyə, fərqli məsələlər barədə fikir yürütməyə imkan verir. Nə qədər zəif və keçici olduğunu, sivilizasiyamızın nə qədər zəif olduğunu, onun bütün nailiyyətlərini sıfıra endirmək üçün nə qədər az şeyin lazım olduğunu anlamamıza kömək edir. Eyni zamanda insanın təbiətə təsir gücünü qiymətləndirməyə və insanların olmadığı bir yerin necə olacağı barədə təsəvvür qurmağa imkan verir. Hazırsınızsa başlayaq. Sizsə bizə dəstək olmaq üçün kanala abunə olaraq şərh yazmağı unutmayın. Təsəvvür edin, insanlar tamamilə yox olur. Hər kəs yox olur. Yüksək kabinetlərdəki siyasətçilər, laboratoriyadakı alimlər, supermarketlərdəki satıcılar, kazarmalarda, bunkerlərdəki hərbiçilər, orbitdəki kosmonavtlar, sualtı gəmilərdəki dənizçilər, hər kəs itir. Bu yox olmanın səbəbi nə olursa olsun, əhəmiyyəti yoxdur. Hələ elmə məlum olmayan bir virusun epidemiyası, antibiotiklərə qarşı müqavimət qazanmış bir virusun, bəlkə də bizdən əldə etdiyi immunitetin aşması, qarşılıqlı məhv olma müharibəsi və ya ekoloji fəlakət. İnsanların yox olması ilə hadisələrin gedişatını başladıq. Bəziləri sürətlə, bəziləri isə yavaşca baş verəcək. Əvvəlcə insan əli ilə yaradılmış hər hansı obyektlər biz olmadan məhv olmağa məhkum olacaq. Ən sürətli şəkildə yüksək texnologiyalı obyektlər, zavodlar, metropolitenlər, elektrik stansiyaları sıradan çıxacaq. Əlaqə sistemləri tez bir zamanda istifadə olmaz hala gələcək. Yüksək gərginlikli enerji xətləri paslanıb çökəcək. Yeraltı kollektorlar, su xətləri, kanalizasiya və su təmizləmə qurğuları dağılacaq. Metropoliten tunelləri maraqlı ki, daha tez batacaq. Çünki bəzi tunellərdə hər gün onlarla ton su çəkilir. Əgər nasoslar dayansa, su tezliyi ilə metropoliteni dolduracaq. Yaşayış və inzibati binalar biraz daha uzun müddət qalacaq. Amma nəticə etibarilə onlar da təbiətin qüvvələrinə məğlub olacaq. Ağac çürüyəcək, metal paslanıb dağılacaq. Şüşə küləklər və heyvanlar tərəfindən sındırılacaq. Kərpic külək, su və temperatur nəticəsində məhv olacaq. Ən uzun müddət daşdan tikilmiş binalar qalacaq. Zamanla onlar kollarla və yosunlarla örtüləcək. Yeni torpaq qatları yaranacaq. Amma yerdə və ya bitkilərin altında onlar hələ də dayanacaq. Susuz və sükut içində keçmişdə möhtəşəm dövrün və insanlığın özünü unikal və mühüm hesab edən simvolları olaraq qalacaq. Yol strukturunda uzun müddət saxlanacağı gözlənilir. Şübhəsiz onlar da zamanın təsirindən qorunmayacaq. Asfalt çatlayacaq və dağılmaya başlayacaq. Səkilər və kənar yollar su tərəfindən tədricən eroziya olunacaq. Körpülər uçacaq, amma bütün bunlar hələ də çox uzun müddət meşələrdə və sahələrdə açıq qalacaq. Daha uzun müddət plastik izlər qalacaq. İqlim dəyişikliklərinin və geoloji relyefin nəticələri, kanallar və su bəndləri. Elmi laboratoriyaların taleyi də maraqlıdır. Burada təhlükəli kimyəvi və bioloji nümunələrlə təcrübələr və tədqiqatlar aparılır. Taun, Sibir yarası və digər təhlükəli xəstəliklər üçün qorunan nümunələr saxlanılır. Adətən bu obyektlərdə yüksək təhlükəsizlik səviyyəsi təmin edilir. Enerji kəsilsə belə heç bir şey baş verməməlidir. Atom elektrik stansiyaları dayandırılacaq. Eləcə də hərbi gəmilər və nüvə buzqırıcıları reaktorları. Beləliklə sızmalar olmayacaq. Ən azı dərhal. Zamanla polad və beton təbiətə təslim olacaq. Amma bu tezliklə baş verməyəcək və təbiətə yayılan izotoplar və mikrobların qlobal fəlakətə səbəb olacağı ehtimalı azdır. Təsirlər daha çox lokal və qısa müddətli olacaq. Yalnız noosfer deyil, insanın yoxluğu bir çox digər növlərə də təsir edəcək. Həm birbaşa onlarla əlaqəli olan və onlardan asılı olan növlərə, həm də öz başına yaşayan növlərə. İlk növbədə ev heyvanlarının tamamilə yox olması gözlənilir. Onlara ehtiyac qalmayacaq, qorunmasız qalacaqlar və yırtıcılar tərəfindən yeyiləcəklər. Eyni taleyin ixtisaslaşmış parazitlərə də gəlməsi gözlənilir. Digər tərəfdən insan fəaliyyəti ilə yox olma təhlükəsi altına düşən bəzi növlər yenidən canlanacaq və bəlkə də yeni imkanlar dünyası ilə qarşılaşacaq. Bakteriyalar və mikroblar hələ də zaman-zaman dağıdıcı epidemiyalar yarada biləcək. Amma artıq insanları yox, başqa canlı növlərini hədəf alacaq və ümumiyyətlə başqa orqanizmlərə yönələcək. Yer kürəsi isə öz yavaş hərəkətini günəş ətrafında davam etdirəcək. İnsanlar meydana gəlmədən əvvəl olduğu kimi və gələcəkdə də davam edəcək. Növbəti videonun sonu. İzlədiyiniz üçün təşəkkürlər.